Müslümanların da arasından olan hainler var. Həmişə olduğu kimi kimdir? Vahabilər və Sələfilər. Sizin qeyrətiniz yoxdur. Vahabi müftisi qayıdır deyir ki, Amerika və uşaq qatilinin yanında Ərəb ölkələrində əskərləri cihad edirlər. Gördük sizin cihadınızı Fələstində. Əhl-i sünnə bazı qardaşlarımızı öldürəndə İran susmadı. Amma siz xəyanətkarsınız. Tarix bunu unutmayacaq. Qiyamətdən əlavə bu dünyada cəzanızı alacaqsınız. Tarix bunu unutmayacaq. Sizin özünüzə rəhbər dedikləriniz Epestin adasında keyf eləyib Kəbənin pərdəsini aparanlar idi. Sizdən başqa şeylə gözləmək olmaz. Vahabi Sələfilər. Səudi Ərəbistanı müsəlman, Qətər müsəlman, Küveyt müsəlman, İordaniya müsəlman, Birləşmiş Ərəb Əmirliyi müsəlman, Oman müsəlman, Bəhreyn müsəlman. Sonra da utanmırlar Ramazan ayında oturub Quran oxuyurlar. Quran nə deyir? Alimran surəsində möminlər möminləri qoyub kafirləri dost və himayəçi seçməsinlər, özünü himayəçi etməsinlər. Kim belə edərsə, onun Allahla heç bir əlaqəsi yoxdur. Gedin, sizin elə rəhbəriniz Trumpdır, qiyamətdə də onunla məşğul olacaqsınız.